Türkiyə-Ermənistan məsələsində Azərbaycanın rolu və yeri. Gündəm xəbərin efirində 19 noyabr tarixli və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Türkiyə mediası Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üçün şərti açıqlayıb. Belə ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdırmağa hazır olacaq. Gündəm xəbər Haber Global'a istinadən bu məlumatı verir. Qeyd eləyək ki, Türkiyənin Xarici İşlər Naziri qeyd eləyib ki, Türkiyə bu mövqeyini əvvəldən açıq şəkildə bəyan edib və Ermənistanla siyasəti hər zaman regiondakı real proseslərə əsaslanıb. Türkiyənin Xarici İşlər Naziri həmçinin vurğulayıb ki, Ankara Bakı-İrəvan sülh prosesini dəstəkləyir və anlaşmanın imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacağını düşünür, deyə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan açıqlamasında bildirib.